Ölkə və dünya gündəmini Milli Media Agentliyindən izləyin. Kanala abunə olmağı unutmayın. Rusiyanın Azərbaycana qarşı təhdidlərinin artmasından dolayı yaranan gərginlik təkcə siyasi, iqtisadi və diplomatik sahədə yox, rəqəmsal müstəvidə də ciddi risklər yarada bilər. Əminliklə demək olar ki, bu daha çox özünü Azərbaycan internetinin dayanıqlığında göstərəcək. Musavat.com bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Mütəxəssis qeyd edir ki, Milli İnformasiya Təhlükəsizliyi üzrə fövqələrə vəziyyət elan olunmalıdır. Azərbaycanın magistral internet bağlantıları əsasən Türkiyə, Gürcüstan, Avropa, Gürcüstan, Rusiya və İran üzərindən ölkəyə daxil olur. Yəni Azərbaycan interneti bu magistrallar üzərində oturub. Ölkəyə daxil olan trafikin yarıdan çoxu hələ də Rusiya üzərindəndir. Yəni ən böyük trafik asıllığı Rusiya istiqamətindədir. Fikrimcə, son zamanlar baş verənlər göstərir ki, Azərbaycan interneti və ümumiyyətlə informasiya məkanının bağlı Rusiya və İran tərəfdən təhdidlər və risklər xeyli güclənəcək. Rusiya Azərbaycan internetinə müdaxilələr edə bilər. Fiziki olaraq magistral optik xətlər sıradan çıxarıla bilər. Həmçinin filtrasiya və bloklanma kimi trafikə süni məhdudiyyətlər tətbiq edə bilər. Belə risklər qaçılmazdır. Düşünürəm ki, bu riskləri azaltmaq və onlardan yayınmaq üçün internet marşrutlarının diversifikasiyasını sürətləndirmək lazımdır. Azərbaycan üçün ən etibarlı ola biləcək Türkiyə və Gürcüstan üzərindən trafik daha da artırılmalıdır. Qaradənizin dibi ilə trafik yatıran fibrooptik xəttə sahibliklə bağlı Azərtelekom şirkətinin Kauzos Online-la anlaşmasına Gürcüstan hökuməti tərəfindən qoyulan bloklanmanı aradan qaldırmaq üçün Azərbaycan hökuməti səylərini gücləndirməlidir. Az domeni ilə bağlı problemi İKT hələ də həll edə bilməyib. DNS xidmətləri ölkə daxilində yerləşdirilməlidir. DTX az domeni ilə bağlı infrastrukturu kritik elan etməlidir. Amma görünən odur ki, hələ ki bu istiqamətdə heç bir dəyişiklik müşahidə olunmur. Düşünürəm ki, indiki anda kritik dövlət və özəl sektor üçün, vacib olan media saytları üçün ehtiyat internet bağlantıları yaradılmalıdır. Bu tip qurumların internet bağlantıları mütləq olaraq hər 3 magistral provayder üzərindən olmalıdır. Magistral operatorlarımız Azərtelekom, Delta Telekom və Azərtelekom Azərbaycan internetinin dayanıqlığı və informasiya sahəsində milli təhlükəsizliyimiz üçün daha çevik, əlaqələndirilmiş formada və ehtiyatlı davranmalıdırlar. Trafik marşrutlarının diversifikasiyası, kritik infrastrukturun daxili ehtiyatlarla təmin edilməsi və xarici təsirlərə qarşı monitoring sistemlərinin gücləndirilməsi bu mərhələdə ən vacib addımlardır. Ümumiyyətlə, dünyada və regionda gedən proseslər göstərir ki, ölkədə Milli İnformasiya Təhlükəsizliyi üzrə fövqəladə vəziyyətin elan olunması daha məqsəd uyğun olardı.